günlərim qəbul imtahanlarında istifadə olunan bir sıra test nümunələrinin izahına baxacağıq. Baxın, deyir ki, 50 səhifəlik sənədin cari 15-ci səhifəsində qoto əmri pəncərəsinin keçid sahəsində üstəgəl 12 yazısı sənədin hansı səhifəsinə keçidi təmin edəcək? Harda? Word 2019-da. Deməli, bu sualın izahı çox asandır. Cari səhifəyə baxırıq. Cari səhifəmiz neçədir? 15. Aha, deyir, qoto əmri pəncərəsinin keçid sahəsində, baxın, 12 yazırıq. Yazı sənədin hansı səhifəsində olacaq? 27. Bu qədər asan. Deməli, cari səhifənin üzərinə qoto keçid əmrini gəlirik. Neçədirsə, yəni üstəgəl 12. 15 ilə 12-ni də toplayırıq, nə eləyir? 27. Deməli, burada variantımız Y variantı. Bu misalın izahına baxaq. Aha, deyir 128, baxın 2 dənə 128 nöqtədən ibarət qrafik təsvir CMYK rəng modeli ilə kodlaşdırılmışdır. Bu təsvir yaddaşda nə qədər yer tutar? Aha, bu tipli misallarda bizim bilməli olacağımız məqamlar var. Gəlin görək o məqamlar nədir? Baxın, bir dənə qrafik təsvir çəkirəm. Bu A olsun, bu olsun B. Bunu necə tapırıq? Baxın, yazırıq nöqtə saylarını bir-birinə vururuq və vururuq n bitə. Bu n1 nədə kodlaşdırılıbsa onu göstərir. Baxın, məsələn, burada deyir CMYK rəng modeli ilə kodlaşdırılıb. Əla. İndi bunu həcmə bərabər edirik. Baxın, ver həcm. Bizim düsturumuz budur. Bu bizim bilməli olacağımız birinci qayda. İkinci qayda nədir? Nöqtə sayının tapılması. Baxın, nöqtə sayı necə tapılır? Bərabərdir. Baxın, 128. 128. 2 dənə nöqtəmiz var. 128 bilirsiniz ki 2 üstü 7-yə bərabərdir. 2 dənə də 2 üstü 7-miz nə eləcək? 2 üstü 14. Əla. 2 üstü 14. Aha, bura yazdıq 2 üstü 14. İndi görək ki, n bitin yerinə nə yazacaq? Baxın, CMYK bizim 2 dənə rəng modelindən istifadə olunur. Belə məsələlərdə, deməli, RGB və CMYK. İndi bu vacib məlumat da sizə deyim, yadınıza saxlayın. Baxın, RGB nədir? Monitorda olan rənglər, bu da çap işlərində istifadə olunur, çap işləri. Bunu da yadınıza saxlayın. Yəni, ola bilər ki, sizin qabağınıza çıxar. Deməli, görürsünüz ki, RGB-də neçə dənə rəng var? 3 dənə. Deməli, burada 3 bayt olacaq. CMYK-da 4 dənə rəng var, yəni 4 bayta bərabər olacaq. Heç nə, bizə CMYK-da dediyinə görə n bitin yerinə, yəni 4 bayt yaza bilərik, bərabər edirik. İndi siz deyəcəksiniz ki, həcmimizi bilmirik, axı, biz həcmimizi nədə hesablayacaq? Aha, gəldik variantlara. Baxın, variantlarda görürsünüz ki, 2 dənə megabaytdır, 3 dənə kilobaytdır. Deməli, biz bunu kilobaytda hesablamalıyıq. Hansı ölçü vahidinə çoxdursa, həcmimizin yerinə onu yazıb rahatlıqla tapa bilərsiniz. Əla, gəlin hesablayaq. Buna da yazılır kilobaytımıza. Bilirsiniz ki, bizim kilomuz 1024 bayta bərabərdir. Gəldik bura. Baxın, 2 üstü 14 vurulsun 4 bayt. Bunun da yerinə, baxın, bayt getdi. Bir dənə kilomuz qaldı. Kilomuz da nə oldu? 1024, yəni 2 üstü 10. Heç nə, gəlirik bunu 2 üstü 14 vurulsun 4-ü də 2 üstü 2 kimi yaza bilərikmi? Yaza bilərik. Bölürsünüz neçəyə? 2 üstü 10-a. Bilirsiniz ki, mən sizə demişdim ki, kiçik ölçü vahidinə, böyük ölçü vahidinə keçəndə kabab sözündən istifadə edirsiniz. Bunu kabab kimi yadınızda saxlaya bilərsiniz. Kiçik ölçü vahidinə, böyük ölçü vahidinə keçəndə nə edirik? Bölürük. Ona görə nəyi bölürük? 2 üstü 14 vurulsun 2 üstü 2-ni bölürük 2 üstü 10-a. Bu da eləyəcək 2 üstü 16 bölünsün 2 üstü 10. Bunlar ixtisar gedir, qalır 2 üstü 6. Bizim 2 üstü 6-mızdan neçəyə bərabər? 64-ə. Deməli, cavabımız oldu 64 kilobayt, hansı C bəndi. İndi klaster məsələlərinin həllinə baxaq. Klaster məsələləri sizə çətin gəlir, amma çox asan bir qaydası var. Baxın, gəlin görək necədir. Deyir, diskdə 13 kilobaytlıq səs faylı və 22 kilobaytlıq qrafik fayl olarsa, bu fayllar neçə klasterə yerləşir? Deyir ki, klasterin tutumu 3 kilobaytdır, özləri verir. Bəzən sizin səhv elədiyiniz məqam nədir?
çoxunuz nə edirsiniz? 13 ilə 22-ni toplayırsınız. Yəni onu aldığımız cavabı klasterin tutumuna bölürsünüz. Amma düz deyirsiniz. Failin düsturumuz necə idi? Failin həcmi bölünsün klasterin həcmi. Düz deyirsiniz. Əslində düsturumuz belədir. Amma bu tip misallarda yəni ayrı-ayrı bölüb hesablayırsınız. Məsələn 13 ilə 22-ni toplayıb 3-ə bölmürsünüz. Bir dəfə aparıb burada 13'ü, yəni failimizin həcmi bir dəfə 13'dür. Onu bölürsünüz 3'ə. Bunu böləndə təxmini nə qədər eləyəcək? 4 onda belə neçəsə deyək ki, 4 onda məsələn 5. Bunu da yuvarlaqlaşdırıb götürürük neçə? 5. İndi gəldik 22'yə. Baxın 22'ni bölürsünüz 3'ə. Təxmini neçə dəfə yerləşəcək? Bax 7 onda deyək ki 5 kimi. Bunu da yuvarlaqlaşdırıb 8 kimi götürdük. Aha, bu oldu 5 kilobayt, bu da oldu 8 kilobayt. Sonda 5 kilobaytla 8 kilobaytı toplayırsınız. Nə eləyir? 13 kilobaytımız. Deməli, bizim cavabımız oldu 13 kilobayt. İndi bu misalın həllinə baxaq. Baxın, deyir ki, onluq say sistemində verilmiş 2 üstü 129 ədədi 16'lıq say sistemində təsvir olunarsa, alınan ədəd hansı rəqəmlə başlayır və sonda olacaq sıfır sayı nə qədər olar? Deməli, baxın, bunun qaydası, həlli çox asandır. 16 bildiyiniz kimi 2 üstü 4 deməkdir. Doğrudurmu? Baxın, 2 üstü 129'u 2 üstü biz 4 kimi yaza bilərik ki, bu 16'lıq say sistemində təsvir olunsun. Aha, 129, yəni bu qüvvətdə duran ədədi gəlib buna bölməlisiniz. Baxın, 129'u təxmini 4'ə böləndə nə eləyəcək? 32. Baxın, 32 düşəcək bura. 4'ü 33'ə vurursunuz, nə eləyir? 128. Deməli, biz 129'un 128'ini burada tapmalıyıq. Tapdıq daha doğrusu, yəni 129'a tamamlanması üçün nə çatmır? 1'i çatmır. Bunu da 2 üstü 1 kimi yaza bilərikmi? Riyazi qayda kimi. Yəni 128, üstünə də 1 gəldi, elədi 129. Baxın, burada duran ədəd hansı rəqəmlə başladığını bildirir. Yəni 2 ilə başladı, vurulsun. 2 üstü 4'ümüz də nə elədi? 16. Aha, 16 üstü 32. 16'lıq say sistemində təsvir olundu. İndi gəlin baxaq görək, burada bəs sıfır sayı nə qədərdir? Bax, qabaqda duran ədəd hansı rəqəmlə başlayırsa onu göstərir. Deməli, 2 ilə başlayın, qüvvətdə duran ədəddə yadınızda saxlayın ki, sıfır sayını bildirir. Sıfır sayı, yəni 2 yanında 32 dənə sıfır. Bizdən də nəyi soruşurdu? Deməli, hansı rəqəmlə başlayır? Deməli, 2 ilə başladı. Sıfır sayı nə qədər oldu? 32 dənə. Variantlara baxırıq. 2 ilə başlayır, 32 dənə də sıfır olan hansıdır? A bəndi.